Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. 7-ci məsələ Təvhidin səmərəsi və faydaları. Təvhidin o qədər səmərələri və o qədər faydaları var ki, onları saymaqla tutanmaq mümkün deyil. Və bu səmərələrə də Allah Subhanahu Taala'nın bu ayəsində işarə var. Allah Subhanahu Taala buyurur ki: "Ələm tərə keyfə daraballahu məsələn kəlimətən tayyibətən kəşəcərətin tayyibətin asluhə səbitun və fər'uhə fis-səmâ tu'ti ukuləhə kulləhin." Allah Subhanahu Taala buyurur ki, məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz, yəni la ilahə illallah. Təvhid kəlməsi kökü yerdə möhkəm olub, budaqları göyə uzalan gözəl bir ağac kimidir. O, Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər. O, Rəbbinin izni ilə bəhrəsini, yəni səmərələrini və faydalarını hər vaxt verər. Və təvhidin dünya və axirətdə qula olan faydası və səmərəsi sayılmayacaq qədərdir. Yəni, bir ağızla deyə bilərik ki, qulun və dünya və axirətdə nail olduğu bütün xeyirlər və dünya və axirətdə qurtulduğu bütün şərlər, bunların hamısı təvhidin səmərəsi və təvhidin faydasıdır. Və təvhidin səmərələrini təfsilatla zikr etdikdə isə, təvhidin ən böyük səmərələrindən biri də odur ki, təvhid insanın əməllərini səhih edir və insanın əməllərini təmizləyir. Çünki əməllər necə olursa olsun, nə tər olursa olsun, o əməlləri edəndən yalnız təvhidlə qəbul olunur. Yəni, təvhidin əməllərə olan nisbəti kökün ağaca olan nisbəti kimidir. Ona görə də Allah Teala buyurur ki: وَمَنْ أَرَادَ الْآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ كَانَ سَعْيُهُمْ مَشْكُورًا. İsra surəsinin 19-cu ayəti. Allah Subhanahu taala buyurur ki, mömin olub, yəni mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar. Kimin zəhməti qəbul olunar? Hansı çalışanların? Allah Subhanahu taala buyurur ki, mömin olub, iman gətirənləri. Və Allah Subhanahu taala buyurur ki, "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'minun fələnuhyiyennehu hayatan tayyibə və lənəcziyennehum ecrahum bi ahsani ma kanu ya'malun." Nəhl surəsinin 97-ci ayəsi. Allah Subhanahu taala buyurur ki, mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcək. Təvhid əməlləri səhihləşdirir. Əməllər insandan yalnız təvhidlə qəbul olur. Nə qədər əməl olursa olsun. İnsan nə qədər əməl edirsə etsin, əgər həmin insanın təvhidi yoxdursa, o əməllər ondan qəbul olunmayacaq. Allah Subhanahu Taala buyurur ki, münafiqlər barəsində: وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ. Tövbə surəsinin 54-cü ayəsi. Allah Subhanahu Taala buyurur ki, onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və onun Peyğəmbərini inkar etmələridir. Nə üçün onlardan sədəqələri, xərclədikləri qəbul olunmadır? Çünki Allah və Peyğəmbərinə küfr etdilər. Və eləcə də Allah Subhanahu taala buyurur ki: وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ. Maide surəsinin 5-ci ayəsi. Kim imanı inkar edərsə, onun əməli batıl olar. Və Allah Subhanahu taala buyurur ki: وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ. Zümer surəsinin 65-ci ayəsi. Artıq sənə və səndən əvvəlkilərə vəhy olunub ki, əgər şərik qoşsan, sənin əməllərin batıl olacaq.
Deməli, tohidin ən böyük səmərəsi nədir? Əməlləri səhihləşdirir və əməllər yalnız tohidlə qəbul olur. Və tohidin səmərələrindən biri də odur ki, faydalarından biri də odur ki, tohid dünya və ahirətdə nicatın, qurtuluşun, bir də yüksəlişin əsas səbəbidir. Allah Subhanahu taala buyurur ki, möminləri sifətlərini zikr edəndən sonra buyurur ki, "Ulaika ala hudan min rabbihim və ulaika humul muflihun." Bəqara surəsinin 5-ci ayəsi. Allah Subhanahu taala buyurur ki, onlar Rəbləri tərəfindən olan doğru yoldadılar və nicat tapanlar da onlardır. Tohid əhli hidayət və nicat əhlidir. Qurtuluş əhlidir. Qurtuluş kəlməsi də xeyrə nail olan üçün deyilən ən gözəl və ən böyük kəlmədir. Və qurtulan şəxs o şəxsdir ki, dünya və axirətin xeyrinə nail olur. Və dünya və axirətin xeyrinə də yalnız tohidlə və əməlləri Allaha ixlasla etməklə nail olmaz. Allah Subhanahu taala istəyirəm ki, bizə eşidib faydalanıdan etsin və bizi tohid əhlindən etsin. Və qulu həzəl qul və estəğfirullah li və lakum və lisəil muslimin min kulli zəmb fəstəğfiruhu innəhu huvəl qafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.